daima evdə 5 vaxt azan oxumaq. Yəni, nə qədər ki, kişi evdədir, 5 vaxt bacarır, 5 vaxt. Sübhə oyadır. Başda sübh namazından qabaq durur. Ailəsin durğuzur namaza. Allah subhanahu teala buyurur: "Va'mur əhləkə bis-salati vəs-sabir aleyhə." Ailənə namaz qılmağı əmr elə, özün də bunu səbirlə yerinə yetirir. Deyir, Ömər radiyallahu anh, Allah ondan razı olsun. Gecə namazından durarmış, ailəsini durğuzarmış namaza və bu ayəni oxuyarmış. Ailənə namaz qılmağı əmr elə, özün də səbirlə onu qıl. Yəni, qabaqcadan durmaq, durdun, məsələn, indi yaydır, birazdan qış başlayır. Su soyuqdur, suyu isit. Məsələn, peç yanmır, peçi yandır. Kombi sönür, evi qızdır, sonra başda yavaş-yavaş cəlcəni durğuz, uşağı durğuz. Belə, ailə, İslam belə olur. Dursunlar, azanı ver. Əgər namazı evdə qılarsansa, imamlıq elə cəmaata, qəşəng. Hamısına nəzarət elə. Yəni, ailələr, evlər, bax, bu cür əmin-amanlıq olur. Həmçinin o bir vaxt namazlarında da nə qədər evdəsən, azanı ver və namazı qıl.